İncəklər yox. Sən Aynen doymuşları incəklər yox, turşular da, turşular. laf o köhnə dərsimizdə öyrəndiklərin elə? Həmən. Metan, etan dediklərin. Aha. Hə. Onlar doymuşlar idi. Bəs bu oleyin səncə bir əsaslıdır yoxsa iki əsaslıdır? İki əsaslı. Çünki Yox. iki dənə Coğu bir dənədir axı. Coğudan bir dənədir. Bax, Aynen mən də- nə dedim? Aynen. Mən dedim ki, bax, bir dənə qulaq mənə çaşdırma. Bax, əvvəl öyrəndik biz doymuş, o sən dediklərin coğlar. Aynen bildim, aynen başa düşdüm sizin İndi dediğinizi. doymamış coğlar, bir dənə coğlar. Hələ bundan sonra da öyrənəcəyik, coğu 2 dənə olanlar. Yaxşımı? Coğdan 2 dənə olanlar. Yəni hələ ki biz doymamış Hemen bir ona göre dedim. əsaslılar idi. Doymamış bir Evet. əsaslılar idi. İnce Yaxşı? Masayder'de Zeyt dedi, indi keçəcəyiniz dərs iki əsaslı olacaq. Ona göre. Hə, bundan sonra. Bu Tamam. hissəni yazdırdıqdan sonra keçəcəyik ona. Deməli, Nihat, axırıncı nə yazdın dəftərinə? Müəllim, axırıncı oleyin Akril. linon mayı halındadır. Akril ilə metan yazacaqdım. Metakril də hə. Yaz, akril və metakril də maye haldadır. Akril və metakril də maye haldadır. Sonra keçəcək linoldan danışmağa. Yazaq linol haqqında. Tamam. Uşaqlar linol nəbi desin görək. Nədir? Bayaq girişdə dedin sən. Linolun bəlkə formulu yadında qalmış olar. C17H neçə idi? Neçə dənəsini çıxdı? 31.000. Ay sağ ol. C17H 31COH. Bunun adı oldu aytən linol. Linolun şəklini çəkəndə, uşaqlar, bax əvvəla bunu deyim ki, linolu biz belə yazdıqda 2 dənə pisi var idi. Bir də coğda pisi var. Yaxşı, option nə qədər pisi var? 3 dənə pisi var. 3 dənə pi. İşqat rabitəsi var yəni. Aydındır nədir? İndi bunun şəklini necə çəkəcəksən? Deməli, axırına bir dənə coğ yazırıq. Bunu birinci karbon götürürəm. Nəbi eşidirsən məni? Yenə uzun-uzadı yazmayayım deyə 3 nöqtələrdən istifadə edirəm. Və burada C9 yazıram. Yenə 2 qat rabitə C10 yazıram. Bax, hal-hazırda pi'nin biri burada getdi. Bir də coğun içində, biri coğun içərisində getmişdi. Sonra yenə xət qoyuram. Axı, burada dedim ki, bax, 2 dənə pi var. Coğu çəkdim, pi'nin birini çəkdim, indi o biri pi'ni çəkməliyim. Necə çəkəcəm? Bir dənə ara verirəm, 11'i ötürürəm. 11'i ötürürəm, 12'ni yazıram, tələsim 12'ni yazıram. 12 ilə 12'nin arasında o birisi pi'ni çəkirəm. Və artıq nöqtələr qoyub 18'ə gedirəm bir də. 18, 18. Bir də deyirəm, nəbi qulaq az. Ama burada niye böyle oldu? O birisinde öyle olmaz. Çünki o birisində sən dedin ki, bax bir dənə qayda o birisinə. O birisində demişdin cəmi 2 dənə pi'si var. Biri coğun içərisindəki pi idi. Biri də buradakı pi idi. Amma burada 3 dənə pi var. Biri bunun içindədir. Biri 9 ilə, bax, eləcə rəqəmləri yazacaq. 9 ilə 10 arası, o biri də 12 ilə 12'nin arasındadır. Aydındır? Gördüm ben. Sən də sağ bunu çək. Yenə linol da hansı, bax adını yazmışdım da bura, linol. Ha, bura yazdım. Linol da hansı halda olacaq? Maye halda olacaq. Linol da maye halda olacaq. Çək bunu. Elmir, başa düşürsən nə deyirəm? Ben bir şey diyebilirim. Buyur. Ben iki kat rabitelerin yeri sabitdir, yoksa değişebilir. Burada yox, sabitdir. Bu maddələrdə, bax, yenə deyirəm, Elmir, məlumat çox az verilib dərsliyimizdə və verilən məlumatlara əsasən bunların çeşidləri çox olsa da bizə sadəcə bax, akrili öyrəndik, metakrili, bir də 3 dənə daldan öyrəndik. Olein, linol, linolin. Sırf bu olein, linol, linolində yəni mütləq sabit qalmalıdır. Sən onu, məsələn deyirəm, sulfat turşunun formulu H2SO4, sən bunu H2SO7 yazanmazsan axı. Yəni sabitdir formulu, yaxşı? Araşdırma formu bu formadadır. Çəkdiniz bunu, yoxsa yox? Elmi çəkmirsən? Linolu. Bəli, bir dəqiqə maya halında olduğunu yardım. Aha. Nihat çəkmirsən? Hə. Burada baxaq görək neçə də SPH var. Müəllim. Deməli, Burada Nihat. 5 dənə. Baxaq. Qalanları SPH-dir. Bax, bu SPH-dir, bu SPH-dir. 9'da bir də 1. 10-cu, 9-cu, bir də 1-ci SPH-dir. Bəli, 5 dənə nə var uşaqlar?
5 dənə sp2-li karbon var. 5 dənə sp2-li karbon var. Bəs neçə dənə pi var cəmlikdə? Cəmi 3 dənə pi rabitə Üç. var. Bəli, 3 dənə pi rabitə var. Dərsin çətin yeri bax bu hissələr idi. Çünki qavramaq biraz çətindir. Bunu atlatsaq qalanlar asan olacaq. Bir dənə linoleni də yazaq. Normasında asandır, çətindir. Amma dərsi özün oxusaydın çətin gələrdi. Çünki mövzu o qədər qarışıq görsənir. Biz prosta müzakirə edirik. Görsən nəbi bir şeyi belə deyək də yarım saata yazırıq bir dənə formulu. Müzakirə etməyən yadında qalır. Dərsin üstünə yarım saat keçəndə alımdan çıxır. Yox, çıxmaz. Yəni dərs oxuyacağam axı. Test verməyəcəm hələ. Daha oxuyan da alınma gələcək. Bunu çəkdin. Bax 5 dənə SP2 olduğunu, 3 dənə pi rabitə olduğunu qeyd elədin. Nədir? Tamam. Bəs oleyində neçə dənə idi SP2? Buralar qarışdı mı? Görüm yadında qalacaq mı? Oleyində neçə idi Ayten? Nəbi var Ayten desin. Biri bu. Biri bu. Ayten eşidirsən? Bəli. Bax, nə rəng eləyib? Bənəm şəhərə. Bax, biri bu SP2 idi Ayten. Biri bu SP2 idi. Bir də çoxdakı. Elə. 3 dənə nə var idi? SP2-li karbon var idi. Bəs neçə dənə pi rabitən var idi? 2 dənə. 2 dənə pi rabitən var. Bax, bunu da oleyinə qeyd eləməmsiniz də eləyin. Gülay qaydın davam eləyir Gülay. Oleyini qeyd Oleyini eləyim, qeyd eləyim. Oleyində, bax, Elmir, 1 SP2, 2 SP2, bir də çoxdakı. Eşitmədim. Axırıncı dediniz, yəni oleyin haqqında axırıncı dediniz budur. Hə, 3 dənə SP2 var, 2 dənə pi rabitə var. 2 dənə pi rabitə var. Bəli. Hamı yekunlaşdırdı. Keçək. İndi nəyə keçirik? Bax, oleyini öyrəndik. Linol öyrəndik. İndi linol-N. Linol-N. Yaxşı nəbi? Bunun formulu nəbi desin yenə? C17. Nəbi? 17-29. Aha, 29 COOH. İndi nədir? Bax, bunu da biz sxematik olaraq demişdik ki, burada pi rabitələr bax bu formada gəlir. Sonra bir də coxda olacaq da cox. Elə deyilmi? Mən şəklini çəkəsi olsam, bax, arxadan başlayıram yazmağa. Birinci karbon cox olan hissəni yazıram. COOH. Bu birinci karbondur. Sonra 3 nöqtə qoyacağam. Nədir? 1, 2, 3. Gələcəm yenə 9-dan 10-uncunu yazacağam. 9-dan 10-uncunun arasında çünki 2 qat rabitə olacaq. Sonra 11-incini yazıram. Nədir? 11. Sonra 12 ilə 13-ün arasında olacaq. 12 ilə 13-ün arasında olacaq. Sonra yenə 3 nöqtə qoyacağım. Ay sağ ol. Sonra yazacağım C15 ilə. Deməli C... Bunu 3 nöqtə qoydum. Bir dənə burasını sileyim deyəm. 13-dən sonra 14-ü yazaq. Ehtiyac yoxdur. C14 bir nötründə. C15 2 xətt C16 sonra C17, C18 gəlir də yazaq indi. C17, C18 ya da üst nöqtə C18. C18. Yəni burada uşaqlar heç belə imtahanda açıq çəkməyəcəksiniz. Sadəcə məlumatımız olsun, SP2-ləri falan görəsiniz deyə mən çəkdirirəm ki, yadınızda qalsın. Yəni əzbər deyil də göz yaddaşına yazı saxlayaq. Ayten desin yerə SP2-lər nə qədər olacaq? Bax bu SP2, SP2. 13 dənə, 2 dənə. Aha. Bir də 10-dan 9-da, bir də 4-da. Cəmi neçə dənə SP2-im var? 7 dənə. 7 dənə SP2-im var. Neçə dənə pi rabitəm var? 4 dənə də 30-da bəli, pi rabitəm var. Bu da sizin deməli hələlik öyrəndiyimiz Nihat nəyimizdir? Doymamış və bir əsaslı doymamış və bir əsaslı karbon türkləri. Karbon türkləri. Doymamış və bir əsaslı, yaxşı? Bəli, Keçək indi bunlar biraz alınması haqqında danışaq. Yazın bunu qurtarın. Bəli. Deməli, Süleyman heç səsi gəlmir. Deyəsən mülkülüyür Süleyman. Yenə səsi gəlmir. Deyirəm, Süleyman heç səsi gəlmir. Deyəsən mülkülüyür. Bəlkə indi sənə danışdıraq Süleyman. Görəm yadınızda qalır. Qulaq asırsan?
Sən mənə bəlkə alkenlərin alınma reaksiyalarını sadalayasan, yadında qalacaq Süleyman. Uşaqlar ona kim cavab versin? Alkenlerin Uşaqlar çəksin, hə. Alkenlərin alınma reaksiyası. Mən alkanların dixlorlu birləşmələrinin Törəmələri. sintozu ilə Aha. tərkibində Aha. Bir də gözlə Süleyman. Sən fikirləş, mən bir dənə uşaqlara sual verim. Hamı çəkdi, qurtardı bunu. Süleyman, sən çəkib qurtarmışdın. Süleyman, mən çəkmişəm bunu. sən hazırsan, yaxşı. Digər uşaqlar hazır idi. Bəli, müəllim. Bəli. Aha, Niyaz, bəs sən? Bəli. Aha, onda çevirirəm. Süleyman çünki doğru cavab verdi. Uşaqlar indi onun dediklərini tətbiq edəcək bu dərsimizdə. Mən Süleymandan soruşuram ki, alken nə idi uşaqlar? Alken bilirsiniz ki, 2 qat rabitəsi olan maddələrdir. Alkenlərin deyirəm, alınma reaksiyalarını say. Yadında qalıbsa. Çünki vaxtdan çox gedib unutmaq normaldır. İndi Süleyman da mənə dedi ki, müəllim, nə dedin Süleyman? Alkanları, məsələn, dihalogenli törəmələrinə nə ilə təsir eləmişdi? Sinklə təsir etməkdən. Sink tozu ilə təsir. Bax, bu yazmırsınız da, bu 10-cu sinif materialıdır. Nə baş verdi? Sink gəlib xlorları götürürdü. Alınır sink xlor 2, bir də Ortaya 2 qat rabitə düşürdü. bəli, o xlorlar qopan yer olurdu 2 qat rabitə. Bax, bu bir reaksiya idi. Sonra nə öyrənmişdik? Hələ yazmırsınız. Bu təkrarı lazım. Spirtlərin 425'lər, yox. O yeydi. Dehidratlaşmasını istəyən. Hə, bəli. Spirtlərdən uşaqlar dehidratlaşdırır, bir tərəfdən OH çıxırdı, bir tərəfindən də H çıxırdı. Buradan su verirdi sizə. O çıxan yerdən də nə yaranırdı uşaqlar? 2 qat rabitə yaranırdı. Yadınıza gəlir. Bax, indi bu reaksiyanı da indi yazdıracaq, bu mövzuya uyğun tətbiq eləyəcək. Sonra var idi, Süleyman. Bunların hidrogenləşməsi var idi. Aha, amma onu bura tətbiq eləmirikdən deməyəcəm. Monohalogenli törəməyə qələvinin spirtə məhlulu var idi. Bilmirəm, yadına gəlir yoxsa yox. Burada da deyirdik ki, gəlir natriumla xlor götürür, buradan natrium xloru alınır. OH-la buradakı H-ın birini qoparır, su verirdi və o qopan yerlərə yenə nə yaranırdı? 2 qat rabitə yaranırdı. Bu 10-cu sinifdə alkenlərin alınması üsulu idi. Kiminsə, belə deyək də, fikir yadına düşdü, ümumiyyətlə yadınıza düşdü bu reaksiyalar? Bir baxın Mən bunları görək. köçürək. Yox. Bunu Süleymanı həm yoxlamaqdan ötürü, həm də bugünkü mövzumuzla əlaqəlidir deyən yazdırdım ki, indi bunlarla eyni tipdə 3 dənə reaksiya yazacaqsınız. Yadınıza düşdü Elmir? 10-cu sinifdə keçmişdik bunları. Süleyman, Elmir deyə Bəli. nə vaxt keçmişdik? Yadınızdadır mı Elmir? Bəli, mənim yadımdadır. Aha. İndi siz yazırsınız, uşaqlar, onu sayıda Süleyman'a sual vermək xəttinə soruşdum. İndi siz yazırsınız ki, deməli, Nihatın nələrin olmasını öyrənəcək? Doymamış, Nihatdan başqa heç kəs yazmaya da bilər bu arada. Doymamış bir əsaslı. Buranı Nihat, sən yaz ki, qarışdırma da, sən xeyrin üçün deyirəm. O bir uşaqlar alınması Tamam, yazsın, sən yaz doymamış bir əsaslı karbon turşularının alınması. Ki, qarışdırmayasan. Doymamış bir əsaslı karbon turşularının alınması. Birinci reaksiya nədir? Necə olacaq? Burada bayaq yoldaşımız Süleymanın dediyinə oxşur, amma axırlarını çox eləyirəm. Çünki belə maddələri çox görməmisiniz. Amma məcburuq ki, yəni öyrənək, çünki testdə seçməli olacaqsınız. Deməli, necə ki, uşaqlar, bayaq Süleyman dedi, Gülay, alkanın dihalogenli törəməsi, amma burada alkan olmayacaq. Axırı elə bir çox olanlardır da, yaxşı. Bunların üzərinə sinklə təsir edirəm. Sinklə təsir edib, eşidirsən Gülay? Və yenə buradan nə baş verəcək? Sink xlorları götürür. Sink xlor 2-yə çevriləcək. Üstə gəlinsin. Bax, bu hissə olduğu kimi köçürürəm. Sadəcə ortasına neçə qat rabitə düşür? 2 qat rabitə düşmüş olur. Aydındır. Bu turşunun adı, tanıdığımız turşudur. Adı nədir? Adı nədir bu uşaqlar turşunun adı? Nə? Propen, digər adı da akril. Akril deyildi, propen. Bəli, müəllim. Aha, akril turşusu və ya propen turşusu, bəli. Bax, bu üsul yadınızdan çıxmasın, variantları seçməli olacaqsınız. Onda siz nə yadınıza salırsınız? Süleymanın cavablarını. Süleyman dedi ki, alkanların dihalogeni törəmədən sinklə təsir elər. Mən də deyirəm ki,
o alkenin alınması üçün idi. Amma burada axırıncı çox eləməliyik ki, bu yəni turşuya bənzəsin də, yaxşı? Yenə eyni Müəllim, bir şey deyim. prinsiplə gedir, 2 qat rabitə yaransın. Buyur Elmir. Müəllim, məsələn, indi Lonelin alınması üçün oleini dehidrogenləşdirsək olar. Oleyni dihidrogen olar, bəli. Hidrogeni çıxarmaqla olar. Amma testlərdə inanmıram. İndi yazdıqca baxar, kimyəvi xassələrində məncə olmalı, qeyd eləyərik onu axırlarda, yaxşı? Kimyəvi xassələr olaraq yazaq. Çünki alınması reaksiyalarını 3 dənə qeyd eləmişlər. Bizdə 3 dənə olar. Testlərdə 3 dənəsini, yəni tapacaqsınız da. Kimyəvi xassələrində elə bir cümlə yazdıracağam ki, məsələn, oleyinə tutalım. Oleyində 2 dənə pirabitə var idi. 2 dənə H2 əlavə eləsən, linolu 3 H2 əlavə eləsən, linolinə 4 H2 əlavə eləsən, o stiarinə çevirir. Onu kimyəvi xassələrdə yazdıracağam. Eyni, yəni reaksiyalar olacaq. Ola bilər sən dediyində, yaxşı? Testlərdə amma götürəcəksən bir bunun reaksiyasını. İkinci olaraq, Aytən, bayaq Süleyman dedi ki, alkanların mol halogenli törəmələrinə deyirdi Süleyman. Natrium OH-ın, kalium OH-ın nədə məhlulu? Spirtdə məhlulla təsir eləmək. Mən isə bunun axırını mütləq bir tərəfini coh eləməliyəm ki, bu turşuya çevrilsin də, yaxşı? Deməli, belə bir turşu yazırsınız, halogenli turşu, isə gəlsin natrium OH-ın spirtdə məhlulu. Burada, buyur. Olar. Aha, spirtdə Elmir. Deməli, alkanların elə bil ki, o xlorlu törəməsi var idi. Burada isə turşunun törəməsidir. Xlorlu törəməsinə natrium OH-ın, kalium OH-ın spirtdə məhlulla təsir eləyəndə ki, yəni natriumla xlor birləşəcək. Yenə buradakı o OH-la, buradakı H-ın biri çıxıb su verəcək, yəni HOH, H2O verəcək. Bir də o çıxan yerlər 2 qat rabitə formasına düşmüş olacaq. Aydındır? Və maraqlısı da budur ki, uşaqlar, ümumiyyətlə alınma reaksiyaları siz akrili ya da metakrili görəcəksiniz. O biri, yəni olein, linolu falan testlərdə salmırlar çox da alınma reaksiyalarının içərisində. Nə yazıram, sadəcə onu əzbərləyəcəksiniz, yaxşı? Bunları soruşacağım sizdən. Deməli, buradan da aldıq. Bir də üçüncü reaksiyamız nədir? Bunu da soruşaq, müzakirə edək Aytənlə. Aytən, deməli, üçüncü reaksiya isə, bax, məsələn, nədir? Süleyman dedi müəllim, spirtlərin dehidratlaşması, oradan OH çıxdı, H çıxdı. Süleymanın dediyinin üstünü izah edəcəm. Bax, məsələn, sadəcə Süleyman alkan demişdim, onu turşu eləyirəm. Bax, turşu elədim. Və bu hissəsində bir OH qoyuram. Elə bir spirt formasında da, axırda turşu. Belə birləşmələri çox görməmişik, sizə çətin gələ bilər. Amma yenə deyirəm, məcburuq eləməyə, yaxşı. Bunu necə yadda saxlaya bilərsən? Süleyman demişdi, spirtlərdən qopur. Mən də axırını coh eləməliyəm ki, buradan yaranan turşun axırı coh olsun da, yaxşı. Deməli, buradan OH qopacaq. Bundan da bir H-ını qopardacaq buradan. Uşaqlar dehidratlaşır. Yəni, suya çevrilir Elmir və həmin o qopan yerlərdə 2 qat rabitə formalaşmış olacaq. Yenə də buradan alırıq nəyi? Akril turşusunu. Aydındır. 3 dənə alınma reaksiyası var. Üçünü də doymamış bir əsasların alınması üsullarıdır və əzbərləyirik. Yəni, başa düşürsən? Üçüncünün adı nə gedir? Üçüncünün adını heç, yəni ad qoymaq mümkün deyil Gülay, amma belə yadda saxlayaq. Niyə? Çünki bir tərəfində spirt qrupu var, bir tərəfində turşu qrupu var. Belə bir şey öyrənməmişik də sizinlə. Mən bunu belə yadda saxladıq ki, Süleyman dediyinə görə. Süleyman dedi, müəllim, alkeni almaq üçün alkanın, daha doğrusu spirtlərdən, yəni OH-lu törəmə var, alkan radikalına OH birləşir, spirt yaranırdı. Spirtlər dehidratlaşanda, yəni bir tərəfindən OH, bir tərəfindən H çıxırdı, alkinə çevrilirdi. Bu isə həm turşu qrupası var, həm spirt qrupası var. Aydındır? Yəni OH buradan qopacaq, buradan H qopacaq. Bu tərəf alkinə çevriləcək, çoxda olduğu kimi qalır. Aydındır? Buradan da aktivini almış olduq. Buyur. Qeydlərinizi apardınız. Qeydlərinizi aparın, sonra keçək kimyəvi xassələrdən. Nəbinin səsi gəlmir. Nəbi qeyd apara bilirsən, yoxsa yoruldun? Hələ yorulanmazsınız, bir saat dərslərsiniz. Saat 12-nin yarısına qədər dərsdə olacaqsınız, Nəbi. Əgər tez qavrasaz, 11-də çıxacaq. Çox deyim, müəllim. Qavrasaz, 11-də çıxacaq. Az qalıb, 11-ə qədər qurtararıq. Amma fikriniz burada olsun və cəld yazın. Qeydlərinizi apardınız, uşaqlar. Nə? Bir dəfəyə qutaracaqsınız. Baxacam, Elmir, elə bir az qalıb. Bunun kimyəvi xassəsi azdır. Deyəcək, sonra gedəcək
İki əsaslılara inşallah çatdırarıq. Hamı çatdırdı, keçə bilərəm. Çocuklar keçə bilərik. Yoxsa hələ yazırsınız? Nihat Süleyman yazmısınız? Yazırsınız kimyəvi xassələri. Bəli. Kimyəvi xassələri. Nələrin kimyəvi xassələrindən danışırıq Nihat? Hansı tiplərin? Müəllim doymuş bir Doymamış. əsaslıdan doymamış bir əsaslıların. Bəli, doymamış bir əsaslı. Doymamış bir əsaslılardan hansı turşular tanıdın sən? Akrili tanıdın. Akril, Sonra? olein, linolen. Akril, metakril qardaşdır. Birinci onlara dinə. Akril, metakril. Müəllim, Sonra akril neydi bunun? meta-akril. Bax, akril bir də qabağına meta atırsan. Meta-akril, olein, linol və Linol, linolen. linolel. Aha, bax 5 dənəsinin adını öyrənibsən, vəssalam, yaxşı. İndi Tamam. onların kimyəvi xassələrini öyrənəcəyik uşaqlar. Deməli, məsələn, akril turşusu yazıram. Deməli, necə yazıram akril turşusu? Necə idi? Akril turşusu propen idi. 3 dənə karbon, nəbi, üçüncünün bu hissəsini çox eləyirəm, bir də 2 qat rabitə. Bu sənin akril turşun idi, nəbi. Mən bunun üzərinə və sən mənə nəbi deyirsən ki, mənim burada 2 hidrogen var, burada da 1 hidrogen var. Mən bunun üzərinə H2 gələndə nəbi deyə bilərsən nə baş verər H2 gəlsən? Sənin fikrində nə baş verər? Nəbi? Müəllim, iki qat rabitə Ha, 2 qat rabitə qırılar, H-lar hərəsi birinə gələcək. Olacaq CH3, nəbi? Xətt qırıldı, təkcə nə qaldı? CH, deməli 2, COOH. Yaxşı? Bu artıq mənə Nihat desin görüm. Bax, bu doymamış idi. Nihat, bu doymamış idi, doymuş. doymamış. Bəli. O Bu artıq doymuş. olub doymuş. Yaxşı? Bilirəm mən. Bilirsən, bəli. Yaxşı, bəs deyə bilərsənmi Nihat? Əgər mən olein götürsəydim, olein. Yəni oleinin Bəli. formulu nə idi? C17H necə? Bax, Olein mi? Bəli. C17H30 COH. Ha. Burada nə qədər pi rabitə var? Bir yadına sal görüm. Cəmi nə Burada qədər pi? 2. 2 dənə pi. Onda mən bunu neçə dənə hidrogenlə doydura bilərəm? 2 dənə hidrogenə, yaxşı? 2 H2 ilə. Doyanda olacaq bilirsən hansı turşu? Stearin, C17H35, COH-a çevrilir. Aha. Bəs linol olsaydı, linol. Linol C17H35 COH. Müəllim 3 pidir. O da 3 pi deyən C17 3 H2. 6 Yaxşı? gəl. Neçə dənə pi varsa o qədər H2 lazımdır da. Olacaq C17, H35, COH. Doyur stearinə çevirir. Sən bunu doydurmuş sayırsan. Buyur Elmir. Birinci yazdığınız propendilə. Aha, protein. Həm də aktiv Elə turşudur. 7 də 2 dəfə yazsınız, elə bildim. Səhv oxumuşam. Hə, yox, o aktiv idi. Aktiv. Buyur. Birincidə niyə 33-ün üstə 2 gəldiniz, ikincidə 31-in üstə 4 gəldiniz? Yəni H2 çıxıb yazdınız. Nətər birinci? Laf akril yazdığımı mı deyirsən? Oleyni. Oleyndə nə eləmişəm deyirsən? H33-ün üstə 2 gəldiniz də, H35 yazdınız. 2 piyə görə. Hə, 2 piyə görə. Neçə dənə pi varsa, o qədər hidrogenə təsir eləyirsən. Yaxşı, 2 pi var deyir. O 2 dənə, bax necə ki yuxarıdakında burada bir dənə pi görür. Aha. 33-ün üstə 2 gəlib 35 yazdınız, 31-in üstə 4 gəlib 35 yazdınız. Onu deyirəm. Mən başa düşmürəm, nəsə. Mən heç sayıram, başım bıraxın. Uşaqlar, bir də baxın, bəlkə mənim nəsə fikrimdən çıxıb səhv edirəm. Görün, Nihatın dediyini tam aydın başa düşən var. 3-2-yə vururuq, 6, altdan 2 çıxıb 31-in üstə mi gəlir? Yox, ona görə mi yəni? Ayda. Yəni H35-i hardan aldıq, ay müəllim? Düz deyirsən. Uşaqlar, çox üzürlü sayın. Düz deyirsən. Uşaqlar, bir dənə baxın, görürsünüz Nihat necə diqqətli uşaqdır. Baxın, akrildə biz neçə dənə pi ilə təsir eləmişik. Bir dənə cox hissəsinə dəymirik deyə, bax, buradakı 2 qatı silinmək istəmişəm də, 1 H2 gəlirəm. Onda oleyində çox sağ olun Nihat. Bax, oleyində də coxu olduğu kimi saxlamışam, ona dəyməmişəm axı. 2 pi, düzdür, obşu 2 pisi var, amma radikalında bir dənə pisi var axı, radikal hissəsində. Yadınıza gəlir, 2 dənə belə xətt çəkirdim, bir dənə 2 qat rabitə çəkirdim. Ona görə buna bir H-dən təsir edəcək ki, Layt, çox sağ ol, həqiqətən Nihat fikrimdən çıxıb, bilmirəm, yəqin axşamdır deyə. Linolda isə,
Bax, çox hissəsi olduğu kimi qalıb deyən 2 dənə H2 ilə təsir edirəm. Linoleyndə isə necə olacaq Nihat? Kömək elə mənə. C17H neçə idi? 29 H29 COH. Aha, üstünə bu dəfə neçə dənə gələcəm? 3 dənə H2 gələcəm. Ay sağ ol. Olacaq C17, H35, COH. Afərin Nihat. Sənə dərsdən çıxandan sonra tərifləyəcəm qrupda. Ki, diqqətlidir. Hamı yuxulayır bu dəqiqə Nihatdan başqa. Gülay, səhvimizi bildin hardadır? Bax, çox hissəsinə toxunmamışıq heç birində. Çox hissəsi əslində Nihat, siz hardan tutdun? Deyək ki, mənim akrildə axı tutam çox hissəsi qalıbsa, biz qırmaq üçün bir dənə H-dan istifadə eləmişik. Oleyndə də çox hissəsi qalıb axı. Axı biz nə dedik? Oleyndə dedik bir dənə 2 qat var, sonra çox yazırdıq bölünə. Obşi 2 dənə pisi var, tamam. Amma radikalda bir dənə idi də. Linolda da radikalda 2 dənə idi. Biri 10 ilə 9 arasında, birində 12 ilə 13-ün arasındaydı. Çox hissəsinə dəyməmişik. Aydın da Aytən. Linolində isə hardaydı? 9 ilə 10 arasında, 12 ilə 13 arasında, 15 ilə 16 arasında. Çox hissəsinə dəyməmişəm deyən 3 dənə ora hidrogen tələb olunur. Aydındır qırmaq üçün. Yəni istiyarını satdırmaq üçün. Başa düşdünüz? Gülay, kaydın davam edir yoxsa yox? Evet. Nihat, qeydlərini götür, özün üçün yaz. Keçək davamına. Doktoruma. Süleyman, eşidirsən? Bəli. Sən niyə səhvimi düzəltmədin mənim? Necə? Səhvimi niyə düzəltmədin? Görsün necə Nihat diqqətlə yanaşdı. Mən Nihat da yuxusunda gördüm. Yaxşı, bunu qeyd elədik. Sonra bromla, baxın, təkcə hidrogenlə reaksiya girmir, bromla da reaksiya girə bilər. Yazaq, yoxsa yazan varmı gözləyim? Keçəm o biri səhifəyə. Keçək uşaqlar o biri səhifəyə. Aha. Deməli, bir də Nəbi. Nəbi yazmışdın sən, qurtardın? Aha. İndi məsələn, uşaqlar yazırıq. Deməli, COH, üstəgənlisi brom. Burada necə olacaq? Nəbi? Brom hara gəlib birləşəcək? Yenə 2 qat rabitə qırılır. Bax, bura hərəsinə bir dənə brom birləşəcək. CH2 brom, aysal. CH brom. Burada COH. Vəssalam. Yaxşı, bunu yazın tez. Sonra su ilə birləşməsi də maraqlıdır, onu da keçək. Su ilə H-xlorla birləşməsi. Yazdınız bromdan olanı? Emir yazırsan? Aha, yaz. Bir dənə vacib qayda deyəcəm, fikrinizdə saxlamalısınız. Bromla mı? Hə, deyə bilərik. Hətta deyə bilərsiniz ki, olein turş, bax, olein olsun, metakril, akril. Bax, bu turşular istiyarın turşusuna fərqli olaraq bromun suyu, yəni rəngsizləşdirir, yaxşı? Doymamış turşular bromun suyu özünə birləşdirə bilir, doymuşlar birləşdirə bilmir bromun suyu. Orada əvəz etmə gedirdi, yaxşı? Emir, başa düşdün nə deyirəm? Doymuşlarda brom xlorisinə gələndə orada əvəz etmə gedirdi. Bax, doymuş turşularda üzərinə xlor2 falan gələndə əvəz etmə gedirdi. Özdə əvəz etmə harada gedirdi Gülay? Cohun yanındakı alfa karbonda, elə? Alfa da gedirdi. Amma doymamışlarda bromu özünə birləşdirə bilir. Fərqi tuta bildiniz? Bunları inşallah yəni təkrara qaydanda daha yaxşı dərk edəcəksiniz. Çünki məsələn, indi ola bilər Aytən deyək, ay müəllim, yadımdan çıxdı bundan qabaqki mövzu. Normaldır Aytən. İlk dəfə, yəni orta məktəbdə keçmədiyiniz bir şeylərdir, anlayışınız olmayan bir şeylərdir deyə səsin gəlməyə, amma təkrarda düzələcək, qorxma, yaxşı? Hələ ki, sən əsas odur ki, keçdiklərinizi dərk eləməyə cəhd elə, çünki təkrarda düzəlir. Əsas dərk eləmək problemidir. Dərk eləyəndən təkrar rahatdır. Mən dediyimi başa düşdün, Aytən, dedim ki, bax, bu turşu doymamışdır, pisi var. Doymamış olduğuna görə bromu özünə birləşdirir, amma doymuşlar bromu xloru birləşdirmirdi, əvəz edirdi. Hətta testdə topluluda görə bilərsiniz. Deyər ki, nədir? Olein turşusunu stiarin turşusuna fərqləndirən əsas səbəblərdən biri
Oleyində axı pi rabitə var. Yəni doymamışdı. Stearin amma doymuşdu da. C17-35. Stearin deyəcəksiniz ki, bromun suyu rəngsizləşdirmir. Çünki orada uzağa əvəz etmə gedir. Amma oleyin bromu birləşdirir deyən, yəni rəngsizləşdirər. Aydındır? Yazdınız? Müəllim, belə yazaq da stearinlə o oleynin fərqi. Hə, yazın oleyin. Bir dənə soruşum görüm. Nihat qurtardınsa bu cümləni yazdırmaq istəyirəm. Yazırsınız? Dalda Konuşma qalan müəllim. yoxdur? Hə. Yazırsınız ki, oleyin, mötərizədə də sən yaz, Nihat. Doymamış. Oleyini, yəni doymamışı, stearin, yəni doymuşdan fərqləndirmək üçün, oleyini stearindən fərqləndirmək üçün bromlu sudan istifadə edirlər. Bromlu sudan istifadə edirlər. Yazdınız. Nəbi yazmısan? Doymuşsun ama Cümləni oxu bir dənə yazdığını. Ömer'e yazdığınızı yazmışım abi. Doymuş nəsə düz davamlı yazmam. Bax, dedim ki, oleyin, yəni doymamış oleyini doymuş stearindən fərqləndirmək üçün bromlu sudan istifadə edirlər. Oleyin turşusunu stearindən fərqləndirmək üçün nədən istifadə edirlər? Bromlu sudan istifadə edirlər. Bromlu sudan istifadə edirlər. Və nəbi? Ola bilər uşaqlar ki, əsasını bəlkə saxladım o bir dəfə. Yoxsa azdır, dərs soruşundan sonra yazdıraram. Çünki burada su ilə bağlı vacib məqamlar yazdırmalıyım sizə. Nəbi, eşidirsən məni? Yazdığın cümləni Tamam. olduğu kimi mənə oxu bir dənə. Doymamış Yazdın. olayın doymuş isteğinden fərqləndirmək üçün Aha. bromlusundan istifadə edin. Əla. Bromlu sudan istifadə edirlər. Yazırsan ki, stearin bromu əvəz edir. Yəni əvəz etmə reaksiyasına girir. Stearinlə brom əvəz etmə reaksiyasına girir. Stearinlə brom əvəz etmə reaksiyasına girir. Stearinlə brom əvəz etmə reaksiyasına girir. Ayten yaza bilirsən? Stearinlə Evet. brom əvəz etmə reaksiyasına girir. Çünki Doymuşdu. doymuşdur. Bəli, doymuşdur. Çünki doymuşdur. Nəbi yazana sonra xəbər elə mənə. Yazdın Nəbi? Tamam. Oleyinlə brom isə birləşmə reaksiyasına girir. Oleyinlə brom isə birləşmə reaksiyasına girir və bromun suyu rəngsizləşdirir. Bromun suyu rəngsizləşdirir. Yazmışım. Davam edirik uşaqlar. Qurtardınız yoxsa yox? 15 dəqiqə yekunlaşdıracaq. Ona görə Olayın bromlar reaksiyasından bromun suyu rəngsizləşdirir. Reaksiyaya girir, birləşmə reaksiyasına girir və bromun suyu rəngsizləşdirir. Yazar. Nəbi yazar? Aha. Yazırsınız ki, uşaqlar, akril və meta-akril turşuları, akril və meta-akril turşuları, HOH nədir? Yəni su. Suyu və H xloru Markovnikov reaksiyasının
əksi ilə akril və Mən də metakril deyərdim turşuları. hocam. Aha. Yazırsan Nihat. Akril və metakril turşuları. Akril və metakril turşuları. Suyu və H xloru. Suyu və H xloru. Bəli. Yazdım mı? Suyu və H xloru. Markov-Nikov reaksiyasının ya qaydasının fərqi yoxdur. Markov-Nikov qaydasının daha yaxşı çıxırdı. Nə yazırsınız yazın, fərqi yoxdur. Qaydasının əksi ilə özünə birləşdirir. Özünə birləşdirir. Birləşdirir. Yazdınız mı? Əksi ilə özünə birləşdirir. Altdan yazırsınız ki, bunu yazdınız uşaqlar. Akril və metakril turşuları nədir? Suyu və H xloru Markov-Nikov qaydasının əksi ilə özünə birləşdirir. Cümlə yazıldı. Tələsdirmirəm, rahat yazın. 2-3 dənə qaydamız qalıb. Bəli, müəllim. Görək nəbi yazsın. Süleyman səsin gəlmir, yazmısan? Bəli. Yavaş yazın. Sonra nəbi də qurtardı mı? Nəbi. Sonra çatdır.